şərəfinə çoxlu şeirlər yazılıb, mahnılar bəstələnir. Ancaq bu ifadələrdən hər biri nə qədər gözəl səslənsə də, bu ifadələrdən hər birinin içinə qədər dərin olsa da, ananın əzəmətini, ucalığını, həyatını, bütün yorğunluğunu əks etdirir. Ana haqqı Tanrı haqqı, ana qızağı behiş yüksəsi, ana əlçatını ucalarda dayanır. Biz bütün anaların qarşısında baş əylərik. Azərbaycan torpağı tarix hərəkətdə namuslu, namuslu, yağlı analar yetişdirir. Belə analarımızın misal olaraq minlərlə qadın adını seçmək olar. Onlardan tarixdə öz qəhrəmanlığı, şücaəti ilə tanınmış, 10 insanlığı, ilk diplomat qazanılmış Sara Xatun, Azərbaycan ədəbiyyatının görüşəmli qadın yazısı və şairələrisi xüsuslarının məhtalarına stil elində öz cümlə tövbələrini verən Zərfə Əliyevanın və bütün qehrəmə şəhid analarımızın misal göstərmək olar. İranın ilk hökümdar qadını Tomris Xatunam, rəhbərlik etdiyim Massaket-Çarlığı Dərbənddən Şirvana qədər olan Azərbaycan torpaqlarında yerləşirdi. Qonşuluqdakı Əhməni hökümdarı Çin öz elçilərini göndərərək mənimlə evlənmək istəyir. Ancaq mənimlə evlənmək yox, bu yolla Massaget-Çarlığını ələ keçirmək istəyir. Elə buna görə də mən həmin təklifi rədd etdim. Belə olduqda Çin hiyələsinin baş tutmadığını görüb, Massagetlər üzərinə açıq hücuma keçdi. Baxmayaraq ki, mənim qoşumu yeyib içdikdən sonra döyüşçülərini yuxu tutdu. Onlar yuxudaykən Harsların hücumuna məruz qaldı. Onlar mənim oğlumu əsir götürdülər. Mən ona xəbər göndərdim. Qaniçən Kir, öz hünərinlə öyünmə. Əgər hiylə ilə qələbə çalmasaydınız, şərəfli döyüşlər, silah gücünə heç nə eləyə bilməzdiniz. Oğlum ayılan kimi düşdüyü vəziyyəti anlayır və özünü öldürür. Mən bunu eşidən kimi Farsların üzərinə açıq hücuma keçdim. Az qala Farsların hamısı döyüş meydanında həlak olacaqdı. Ancaq Massagetlər qələbə çaldılar. Mən Çinin cəsədini tapıb başını şərab piyaləsinə salıb belə söylədim. Mən sağ qalsam da sən məni məhv etdin. Sən mənim oğlumu əlimdən aldın. Mən sənə demişdim ki, sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən, iç bu insan qanından. Mən Xurşudbanu Natəvan, Qarabağın sonuncu hakimi, Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının valisi, İbrahim Xəlil xanın nəvəsiyəm. Xalq arasında isə xan qızı adı ilə məşhur olmuşam. Mən Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışam. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan, Nizami, Füzuli və Navai kimi gəhənc klassiklərin əsərlərini mütaliə etmiş və onların yaradıcılığından bəhrələnmişəm. Mən təkcə yazdığım şeirlərlə deyil, xeyirxahlığım ilə ad qoymağa çalışmışam. Kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər Şuşaya su çəkdirmişəm. Bu çəkdirdiyim bulaq xan qızı bulağı adlanırdı. Şuşada məclisi üns, dostluq, ürfət məclisi yaratmış və bunun bütün xərclərini öz üzərimə götürmüşəm. Şeirlərimi Natəvan, yəni kimsəsiz, köməksiz təxəllüsü ilə yazmışam. Qələmimi qəzəl janrında da sınamışam. Mən Zərfə xanım Əliyevayam. 1923-cü il aprel ayının 28-də Azərbaycan səhiyyəsinin, Azərbaycan Tibb Elmi və Tibb Təhsil Sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi Əziz Məmməd Kərimoğlu Əliyevin ailəsində dünyaya göz açmışam. Həkimlər ailəsinin müqəddəs ocağında böyüyüb boya başa çatmış, həkimlik sənətinə kiçik yaşlarında həvəs göstərmişəm. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə Profetika Fakültəsinə daxil olmuşam. 1947-ci ildə institutu əla qiymətlərlə başa vuraraq göz həkimi olmaq arzusu ilə Moskvaya getmiş və orada 2 il mərkəzi həkimliyə təkmilləşdirmə institutunda ixtisaslaşma kursu keçmişəm. İxtisaslaşma kursunu müvəffəqiyyətlə başa vuraraq Bakıya qayıtmış və Azərbaycan Elmi Tədqiqat Oftalmologiya İnstitutunda həkim ordinator vəzifəsinə təyin edilmişəm.
Nurə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olmuşam. 1990-cı ildə kəndimizin ermənilər tərəfindən işğal olunması səbəbilə Bərdə rayonunun Qaradənizli kəndində müvəqqəti olaraq məskunlaşmışıq. 1996-cı ildə Rusiyaya köçüb və Volqograd vilayətində bir müddət yaşamışıq. Mən burada 1-ci sinifdən 6-cı sinifə qədər şəhərin 178 nömrəli məktəbində təhsil almışam. Daha sonra ailəmlə birlikdə Gəncəyə köçərək təhsilimi burada davam etdirmişəm. Gəncə şəhərindəki Veysel adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinə daxil olmuşam. Daha sonra magistr və doktorantura pillələrində davam etdirmişəm. 2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında tərcüməçi kimi işə başladım. Sonralar isə bələdçi kimi işimə davam etdim. Aktal şəhərində qəzaya uğrayan Azala məxsus təyyarədə son dəqiqələrə qədər sərnişinləri sakitləşdirməyə çalışdım. Hər şey yaxşı olacaq kəlmələri ilə sərnişinlərə stimul mənbəyi olmağa çalışdım. Lakin zalım vəziyyət